Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Son günlər ulduzların düzülüşü bəzi bürclər üçün olduqca maraqlı və uğurlu enerjilər vəd edir. Astroloqlar bildirirlər ki, qarşıdakı günlərdə 4 bürc üçün həm maddi, həm də mənəvi baxımdan yeni imkanlar yarana bilər. Xüsusilə iş, sevgi, ailə və şəxsi inkişaf sahəsində gözlənilən dəyişikliklər bu bürclərin həyatında mühüm dönüş nöqtəsi ola bilər. İndi isə şanslı hesab olunan həmin 4 bürcə birlikdə nəzər salaq. İlk şanslı bürc Şir bürcüdür. Şir bürcü uzun müddətdir gözlədiyi xəbərləri almağa yaxınlaşır. İş həyatında yeni təkliflər, əlavə qazanc imkanları və rəhbərlik tərəfindən diqqət görməyə ehtimalı artar. Astroloqlar bildirirlər ki, Şir bürcləri bu dövrdə özlərinə daha çox inanmalı və yarımçıq qalan planlarını yenidən gündəmə gətirməlidirlər. Maddi baxımdan da rahatlama hiss edilə bilər. Əgər düzgün qərarlar verilərsə, yaxın günlərdə böyük uğurlar əldə etmək mümkündür. İkinci şanslı bürc Oxatan bürcüdür. Oxatan bürclərinin həyatında yeni başlanğıclar ön plana çıxır. Xüsusilə səyahət, təhsil və yeni layihələrlə bağlı uğurlu xəbərlər gündəmə gələ bilər. Uzun müddətdir gözlənilən bir məsələ nəhayət müsbət nəticələnə bilər. Oxatan bürclərinə tövsiyə olunur ki, bu günlərdə risk etməkdən çəkinməsinlər. Çünki qarşılarına çıxan bəzi imkanlar gələcək həyatlarını tamamilə dəyişə bilər. Sevgi həyatında da xoş sürprizlər gözlənilir. Üçüncü şanslı bürc Buğa bürcüdür. Buğa bürcləri üçün qarşıdakı günlər maddi baxımdan olduqca uğurlu görünür. Yeni qazanc yolları, iş imkanları və maliyyə sabitliyi diqqət çəkir. Astroloqlar hesab edir ki, Buğa bürcləri son aylarda çəkdikləri zəhmətin qarşılığını almağa başlayacaqlar. Ailə daxilində də müsbət dəyişikliklər ola bilər. Uzun müddətdir davam edən narahatlıqların azalacağı və daha sakit bir dövrün başlayacağı bildirilir. Dördüncü şanslı bürc isə Əkizlər bürcüdür. Əkizlər bürcləri üçün ünsiyyət və sosial münasibətlər sayəsində uğurlu bir mərhələ başlayır. Yeni tanışlıqlar, vacib görüşlər və gözlənilməz dəstəklər gündəmə gələ bilər. İş həyatında yaradıcı ideyalar ön plana çıxacaq və bu ideyalar gələcək uğurların əsasını qoya bilər. Astroloqlar bildirirlər ki, Əkizlər bürcü bu dövrdə enerjisini düzgün istiqamətə yönəltsə, çox böyük nailiyyətlər əldə edə bilər. Mütəxəssislər qeyd edir ki, hər bir insanın həyatı yalnız bürclərlə müəyyən olunmur. Ən vacib məsələ insanın öz əzmi, qərarları və həyata baxışıdır. Ancaq bəzi dövrlərdə müsbət enerji və motivasiya insanlara əlavə güc verə bilir. Qarşıdakı günlərdə xüsusilə bu 4 bürc üçün uğurlu hadisələrin artacağı ehtimal olunur. Bəs siz hansı bürcdənsiniz? Sizcə ulduzların enerjisi insanların həyatına təsir edə bilərmi? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Videonu bəyənsəniz paylaşaraq daha çox insanın izləməsinə dəstək ola bilərsiniz.